Bu rəsm əsərində bir yox, 3 gəlinin rəsmi təsvir edilib. Rəssam əsərdə o qədər maraqlı detallar gizlədib ki, gəlin onlara yaxından baxaq. Gəlin ağlamamaq üçün özünü güclə saxlayıb. O, bu evliliyə heç həvəsli deyil. Əlindəki şamı geyiminə yaxın və diqqətsiz formada tutub. Yəni gəlinliyinin yanması belə onu narahat etmir. Əsərdə təkcə bu xanımın üzü parlaq çəkilib. O, gəncliyi və bakirəliyi təmsil edir. Bəyə yaxından baxaq. Əsərdə ən soluğun üz onun üzüdür. Ətrafa təkəbbürlə və yuxarıdan aşağı baxır. Bahalı kostyumunun üzərində xidməti döş nişanı, boğazında medalı var. Bu medallar toy geyimi üçün uyğun deyil, amma bəy öz nüfuzunu və gücünü göstərmək üçün toya medalları ilə gəlib. Bəy və gəlinin qarşısındakı rahib sanki bu maddi zənginliyin qarşısında əyilib. Rahibin arxasında bir qoca qadının başı görünür. Bəyin arxasında da ona oxşar başqa yaşlı bir qadın var. Hər iki obraz əsərdə ən solğun rənglərlə çəkilib. Bu qadınların başında gəlinin başındakı kimi bir çələng var. Onlar bəyin əvvəlki ölən həyat yoldaşlarının ruhudur. Əyinlərində kəfən var və diqqətlə yaşlı bəyə baxırlar. Əsərdə sağ tərəfdə gəlinin arxasında bir gənc oğlan dayanıb. Bu oğlan bəyə nifrətlə baxır, çünki gənc qızı sevir. Həmin oğlan əsəri çəkən rəssamın özüdür. Qeyri-bərabər Nigah adlı bu rəsm əsəri 1862-ci ildə Rus rəssam Vasili Pukirev tərəfindən çəkilib. Rəssam bu əsərlə dövrünün problemlərini işıqlandırıb və həmin hadisəni ölümsüzləşdirib. Əsərdəki yaşlı bəy bir neçə il sonra ölüb, gəlinə isə heç bir miras verilməyib. Həmin xanım ölənə kimi Moskvada yoxsullar evində qalıb. Gördüyünüz kimi, sənət bəzən dövrünün aynası olur, bəzən sevgini ölümsüzləşdirir, bəzən isə sadəcə intiqam üçündür.